Hirkan Milli Parkı Lənkəran və Astara rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 21435 hektar ərazini əhatə edir. Təbiətin bu nadir xəzinəsini qorumaq məqsədi ilə 1936-cı ildə Hirkan Milli Qoruğu yaradılıb. 2004-cü ildə ölkə başçısının sərəncamı ilə yaradılan Milli Parkın tərkibinə qoruğa bitişik meşə fondunun ərazisi də daxil edilib. Öz fauna və florasına görə Hirkan Milli Parkı nəinki Azərbaycanın, hətta dünyanın nadir və unikal parklarından hesab olunur. Buranın əsas cəhəti ondan ibarətdir ki, Milli Parkda buzlaşmadan əvvəlki endemik relik növ bitkiləri, eyni zamanda heyvanat aləmi qorunub saxlanılır. Buranın qorunmasında başlıca məqsəd 3-cü dövr relikt bitkilərinin gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır. İkinci məqsəd isə regionda ekoturizmin dayanıqlı olaraq inkişaf etdirilməsidir. Hirkan Milli Parkın arasında apardığımız son tədqiqatlara görə 1204 ali bitkilər var. Yəni çiçəklənən bitkilərdir. Onların da içində ağac və kol bitkiləri xüsusi yer tutur. Məsələn, Hirkan bigövəri var, Hirkan şimşadı, Hirkan şümşəsi, bunlar ayrı-ayrı şeylərdir. Burada 9 növdə müxtəlif sürünənlər vardır. Həmçinin 40 növdə məməlilər var. Bunların da əksəriyyəti demək olar ki, qırmızı kitaba düşüb. Xallı bəbirdir, çöl pişiyi, meşə pişiyi, vaşaq və s. bunun kimi deməli nadir növlər burada Hirkan Milli Parkının arasında məskunlaşmışdır. Eyni zamanda Milli Parkda bütün bərpa işləri təbiətin öhdəsinə buraxılıb. Necə deyərlər, burada təbiət öz-özünü nizamlayır. Hirkan Milli Parkı UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs siyahısına daxil edilib. Əsas səbəb parkın dünyəvi əhəmiyyətə malik olmasıdır. Elnur Ələkbərov, Şahin Mirzəyev, Lənkəran.